Bütün xəstəliklərin çarəsini axtarırsınızsa, o zaman yaxın oturun, buna diqqətlə qulaq asın. Xalq təbabətinin təbii yolla 100%li müalicəsi sizə nə verə bilər? İtburnu və nar şirəsində soyuq sıxımla əldə olunan 189 bitki birləşməsinin faydası nələrdir? Tərkibində arı südündə hazırlanan çox güclü antibiotik bütün virusları, infeksiyalar qırıb batırır və məhv edir. Hətta rak hüceyrələrini darmadağın edir. Hepatit B və C virusunu bütün mikrobları yoğun bağırsaqdan çölə çıxardır, tərtəmiz edir. Hər zaman fürsət axtaran sərbəst radikallar ocağını tərkibində olan antioksidant vasitəsilə darmadağın olunur. Bütün allergenlər antihistamin vasitəsilə məhv edilir. 700 növ xəstəlik olan bütün xəstəlikləri tam şəkildə sağaldır. Baxın, qaraciyərdəki qan gündə 5 dəfə yuyulur və tərkibində olan bioloji aktiv maddələr, minerallar, həmçinin 250 vitamin bolluğu ilə qanın tərkibi zənginləşdirilir. Ürəyə gedən damarlar kirəcləşmələrdən, tromblardan təmizlənir. Beyinə gedən damarlar təmizlənir. Kəlləbeyin relyefində olan qan təchizatı yaxşılaşdırıldıqdan sonra təzə hüceyrələrdə olmaqla qocalıq prosesi durdurulur və cavanlaşma prosesi başlayır. Gecə vaxtı qanın laxtalanma səviyyəsi çox yüksək olduğundan bəzi insanlar heç nədən dünyasını dəyişir. Bax, bu halları aradan qaldırmaq üçün bu balzamdan mütləq istifadə edin. Qəbul zamanı qanda olan şəkərin səviyyəsi aşağı düşür. Təzyiq olmur. İnfarkt, insult, iflic, revmatizmə və allergiya, baş gicəllənmə, baş ağrıları halları tam şəkildə sağalır. Başda olan səs-küy yox olur. Boyun ağrıları, qollarda, ayaqlarda, dizlərdə və sümük ağrıları yoxa çıxır. Yoğun bağırsaqda olan 50 illik nəcis daşları təmizlənir. Paralel olaraq öd daşları, böyrək daşları əridilir. Sidik fənaları duzlardan, turşlardan, qumlardan təmizlənir. Prostat və cinsi zəiflik halları aradan qaldırılır. Testosteron artır. Bir söz, sağalmayan 700 növ xəstəlikləri həmin bu bitki məhsulu tam şəkildə sağaldır. Heç bir ziyanı əks təsiri yoxdur. Bu balzamı qəbul edən adama heç bir aparatı düşməyə, analiz verməyə və yaxud həkimə getməyə ehtiyac qalmır. Gələcək həyatınızı təhlükələrdən qorumaq istəyənlər o zaman WhatsApp-dan əlaqə saxlasınlar.